Ramazan ayının birinci gününün duası. Allahümme ec'al siyami fihi siyaməs saimin. Allahım, mənim bu aydakı orucumu həqiqi oruç tutanların orucundan qərar ver. Bu duanın əvvəlində bəndə Allahdan istəyir ki, Allah onun orucunu təkcə az qalanların orucundan qərar verməsin. Çünki oruc təkcə ac susuz qalmaqdan ibarət deyil, həm də dilin, qəlbin, gözün orucudur. Və qiyam fihi qiyaməl qaimin. Və mənim bu aydakı gecə oyaqlıqlarımı həqiqi oyaqlıqlarından qərar ver. Yəni qıldığımız namaz təkcə vərdiş yox, həm də ixlaslı, şuurlu ibadət olsun, qəlbimiz oyaq olsun. Və nəbbihni fihi ən-nəvmətil qafilin. Məni bu ayda qafillərin yuxusundan oyat. İnsan bəzən günahın içində itib batır, xəbəri olmur ki, bu günahın içindədir. Ramazan isə oyanış ayıdır. Və həbli cürmi fihi ya ilahəl aləmin, vəfu ənni ya afiyəl ənil mücrimin. Məni bu ayda əff elə, ey günahkarları əff eləyən.